gəldikdə bəli, əsas Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına çalışır Tramp, amma bu tərəfdən də indi Yəmən bombalanır, ikinci bir cəbhə xətti sanki açılır. Orada da İran hədəf götürülür. Tramp heç bunu gizlətmir ki, Husilərə zərbə endirməli İrana göz dağı verir. Amma eyni zamanda da Rusiya-Ukrayna məsələsi ilə də məşğul olur Tramp. Hələ ki, elə bir uğuru yoxdur. Sözlər, açıqlamalar, vədlər havada uçuşur, amma elə bir irəliləyiş yoxdur. Düzdür, Zelenski qəbul elədi 30 günlük atəşkəs, amma bir şərtlə ki, Rusiya da qəbul etsin. Rusiya qəbul etmir. Vladimir Putin nə hə dedi, nə yox dedi. Belə vəziyyətdə müharibə aydındır ki, davam edəcək. Ukrayna zərbələr yenə də endirir. Çünki Rusiyanın Kursk istiqamətində müəyyən uğurlarından sonra belə bir əhval-ruhiyyə yarandı ki, artıq Ukrayna güya məğlubiyyətə yaxındır. Rusiyanın işğalı qarşısına tab gətirməyəcək. Amerika dəstəyi kəsəndən sonra Ukrayna ordusunun imkanları tükənəcək. Amma görürük ki, xeyr, Amerika müəyyən köməyi kəssə də Ukrayna savaşır, vuruşur. Kursk istiqamətində ola bilsin müəyyən mövqeləri tərk edib, amma yenə də zərbələr endirir, dronla da zərbələr endirir. Və bu o deməkdir ki, Putinə təzyiq artacaq yəqin Tramp tərəfindən. Putin də özü də indi Böyük Vətən müharibəsinin qələbəsinin 80 illiyinə hazırlaşır. Müxtəlif liderləri Moskvaya dəvət edir. İndi təsəvvür edin, 9 may qələbə paradı Moskvada keçirilir və həmin axşam Moskvaya dron zərbələri endirilir. Bu Putin imicinə çox böyük zərbə olar. Və Kiyev bunu edə bilər əslində. Kiyevin imkanı var. Çünki hər həftə az qala dronlar Moskvada da uçuşur. Təsəvvür edin, siz qonaqları çağırmışsınız ki, böyük bir tədbir keçirəsiniz. Rusiyanın hərbi gücünü nümayiş etdirəsiniz. Axşam vaxtı da dronlar qonaqların qaldığı otellərin yanında zərbələr endirər. Bu, həm Rusiyanın, həm də Putinin imicinə çox böyük zərbə olar. Bəli, məntiqlə belə düşünmək olar ki, heç olmasa 30 günlük atəşkəs hardasa Putin üçün də bir çıxış yolu ola bilər. Amma Putin tələsir. Məsələn, Kurska niyə getdi hərbi formada? Kurska hərbi formada ona görə iki hədəfi var idi. Bir, Trampa göstərsin ki, mən Kurskdakı əraziləri geri almadan atəşkəsə razılaşmayacağam. Həm də öz cəmiyyətinə mesaj göndərdi ki, güya uğur qazanılıb, Ukrayna geri çəkilir. Amma sonda məlumatlar gəldi ki, Ukrayna müəyyən məntəqələri tərk etsə də, hələ də Rusiya ərazisində varlığını qoruyur Ukrayna ordusu. Yəni, məsələn, Putin deyir ki, Trumpla Putin dedilər ki, mühasirədədirlər Ukrayna qoşunları. Hətta Trump Putindən xahiş elədi ki, mühasirədə olan Ukraynalı hərbçiləri öldürməsinlər, imkan versinlər ki, mühasirədən çıxsınlar. Zelenski qayıtıb dedi ki, nə mühasirə, nə ölüm. Yəni, Ukrayna qoşunları mühasirəyə düşməyiblər. Belə bir informasiya çirkliyi də var. Yəni, tərəflərin informasiyaları bir-birlərindən fərqləndir. Məsələn, bir tərəf deyir ki, Ukrayna ordu hissələri mühasirədədir, Ukrayna bunun yalan olduğunu deyir. Və yaxud hərbi texnikanın vurulması məsələsində. Siz girişdə dediniz, məsələn, neçə tank vurulub. Rusiya bir cür bunu təqdim edir, Ukrayna fərqli təqdim edir. Real durumu öyrənmək çətindir ki, nə qədər döyüşlərdə indi hər iki tərəfdən hərbçilər həlak olub, hərbi texnika neytrallaşdırılıb. Amma görünən odur ki, Putin hal-hazırda 30 günlük atəşkəsə razılaşmır.